Herkese salam. Bugün yox, sabah Rəşidin ad günüsüdür və mən bugündən hazırlıqlara başlayacağım. Və siz də məndən birlikdə olacaqsınız. Deməli, nə edəcəyimi deyim sizə. Bu gecə Rəşidi heç gözləmədiyi anda sürpriz edib təbrik edəcəm. Amma nə olduğunu deməyəcəm. Videoda görərsiniz. Ondan sonraki günde görüşəcəyik Rəşidlə ad günü qeyd eləməyə. Hamısını çəkəcəm sizdən. Gedək işte makyajımızı birlikdə eləyək sizlə. Yoruldum. İndi gəldim işə, birlikdə makyaj eləyək. Saçımı yıqabilsəm. Krem konu nemləndiricisi. Ne verirsen? Sağ ol. Şaka farkına vardım ki video karanlık çekildim. Açımı değiştim. Bugün gün içinde Rəşid üçün nələr eləyəcəyimi sizə göstərəcəm. Heç nə hələ ki belə. İşdən çıxdım. Gedirəm Rəşidin hədiyyəsini almağa. O sırada Rəşidə yazmışam ki, mən bugün səni təbrik eləməyə gəlməyəcəm də. Yəni gözləmək planım varsa, uşaqlarla görüşəcəksənsə görüş. O da görən bir pis oldu. Pis olmuşdu onsuz da görüşəndə. Heç nə, bayaq da yazdım ki, planım varsa, yəni mənə görə ləğv eləmə. Bir də işin oldu, yaxşı, mən Vüsalgildə qalacam. Dedi, mənə yaxşı. O sırada mən Vüsal'la çoxdan danışıb planımı qurmuşam. Uşaqlar, bəli, qız yaptı. Nə plan qurmuşam? Gecə Vüsalgildən çıxıb evə gələndə mən onu yolda yakalayacağım. Və mən animatör paltarlar olur, belə dovşan zat. Ondan zakaz eləmişəm, bayaq. Eve zakaz elədim. Mama gili götürdü. Onu geyinəcəm. İşte. Çıxacam qabağına. Görüm ne tepki verəcək. Hamısını sizə çəkməyə çalışacağım. Belə. Gedək hədiyyəsini alaq. Hədiyyə olaraq keçən səfər mağazada ayaqqabı bəyəndi. Onu alacağım ona. Əlavə olaraq bir dənə saat istəmişdi. Saat da bəyənmişdi. Onu da mama gili aldırıram. Onu da mama gili alsın. Heç nə belə. Gedək ayaqqabını alaq. Sonra nə edəcəm? Sonra balaca bir tortumu deyim, yoxsa keksimi deyim, elə bir şey alacağım. Çünki tortu sabah alacağım. Tort pişirəcəydim bu arada mən ona. Sonra fərqinə vardım ki, bizdə evdə tofqa yoxdur. Pişirə bilmədim. Heç nə, pişirə bilmədim tortu. Amma mən çoxdan ondan şey almışdım. Ürəkli keks qabı almışdım ki, ürəkli tort pişirərəm. Onun xəyalında almışdım. Amma tortqamız yoxdur. Bu necə fərqinə varmamışam bilmirəm, amma yoxdur. Ona görə pişirə bilmirəm. Məcbur alacağım. Nə alacağım bilmirəm. Minik bir şey alaram yəqin, bilmirəm dəqiq. Gedək görək. Uşaqlar, indi günümə baxın da siz Allah. Pişirəm istidən, şeyi gözləyirəm. Rəşidi gözləyirəm ki, PlayStation-dan çıxsın. Hələ də oturublar orada. İşləriniz nədir? Ürəyim partlayır, öləcəm indi. Burada artıq səsləri düşməyib deyə belə sonradan səs qoymaq istədim. Burada Rəşid gili görmüşəm. İndi burada düz 5-10 dəqiqə mən, 5-10 dəqiqə yox, 5-7 dəqiqə fırlanacağım. Ancaq insanlara əl sallayıram, boş-boş fırlanıram. Rəşid də orada pul xırdası çıxarır. Düz 5 dəqiqə mən onu gözləmişəm də belə. Videonu kəsirəm, kəsik qoyuram. Burada Vüsal bilirdi o artıq onun içindəki mənəm. Amma Rəşid bilmirdi və mənə baxmırdı ki, mən gedim də. Çünki deyir ki, elə bildim ki, mənə görə dayanmışsan, görürsən ki, pul çəkirəm buradan da, animatorsan da, pul istəyəcəksən məndən falan filan. O düşüncədədir. Altdan da mənə baxırdı oradan. Hələ ki gözləyirəm. Burada Rəşid uzaqlaşır və mən əlimdə
keksdən çıxıram ortaya. Burada mənə saymır, deyir, yox istəmirəm də. Görüb qızdı. Burada başımı çıxarıb Rəşid deyəcəm. Dedim sen. Görürüm ki peki. Görürüm kızdı. Annene tamam. Görürüm kızdı. Bir de şeydi. Bu da dileşipçi. Ayraşıt, ayraşıt. Bravo. Sen yok ağırlı olan bir kuramak. Tabii. Vallahi. Öğrettiğimiz kimize. Dilek ya araba bir de araba. Talpaya bak. Gördüm ha. Çok güldürüyorlar. Beğendin? Ha. Ne Çok, kadar? çok beğendim. Onun niye çok pahalıymış? Hayatımda ikinci sefer bu kadar çok sevdim. Birinci. Bunu yolka vaxtını bəsləmək olar. Elə biz də onu yolka vaxtı bəsləydik. Röşən mənim dedim yolkancım. Birinci. Değil. De. De. Haftanın elə ən birinci, ikinci həqiqətən. Yo yan dedim. Allah qağılma birinci heç biri gəlmədi. Üniversitet deyəcəkdim, üniversitet yəni bu qədər çox sevməmişdim. Birinci budur. İkinci də heç biri yox deyəcəkdim, bu qədər Allah sevməmişdim. Bir dəfə də belə şoka düşdüm və sevindim ha. Yəni şoka düşüb sevindim. Məni tanımırdı. Videonu qoyacağam da bura. Məni tanımırdı. Deyirdi ki, yox istəmirəm, mən get buradan belə. Mənə mənə gəlin girək bu başımda. Axırda çıxıb belə biraz çıxartdım. Ay Rəşid belə elədim. Düşürdüm gəlir. Mənim xoşum gəlmir də, animatordan xoşum gəlmir ki, gəlsin belə məcbur şəkil çəkdirsin, pul alsın. Belə özüm ürəyim istəsə gedərəm, çəkil çəkdirəm, pul verirəm. Yoxsa nəsə uzadır görürəm mənə. Nə bilim, arxamıza gəlir, əl atır belə. Dedim, ha, yox, mənlik deyilsən. Heç nə belə. Qəşəyid, çox qəşəyid. Belə məftil kimi. Hər kəsə salam. Dünənki gündən sonra bugünkü gün sizi qarşılayırıq. O da axşam saat 6-da. Çünki bugün işə falan gecikmişəm. Heç cürə açıb danışa bilmədim. Gedirik Rəşidin ad gününü qeyd eləməyə. Gedirik. Bəli. Şot verir. Hə, gedirik heç nə. Çəkəcəyik sizə. Rəşidin hədiyyəsini güya sizə göstərdirdim. Özü açanda görərsiniz. Göstərəcəm. Təxmin olsa bilirəm nədir, amma şöyle göstərərəm. Görünür də çünki nədir. Heç nə, heç nə. Bezdimə bu sözdən. Heç nə, yəni, heç nə. Heç nə dostlar, heç nə dostlar. Heç nə yemək yeyəcək, heç nə duracaq, heç nə yeyəcək. Taksiyə mindik. Hara gedirik? Gəncikdədir. Bugün gecə yatmışam bu şəxsə görə. Gecə yatdım. Səhər durmuşam, vallahi səndə xəbər yoxdur. Bu dedim vurub. Normalda 8-ə qalmış evdən çıxmalıyam. Elə bilmişəm ki 8-ə işləmiş qoşmuşam bu dinlik. Dedim makiyaj istəmərəm də prama geyinib çıxaram. Sən demə 9-a işləmişəm qoşmuşam. 18 nə bilim neçə. Qoşmuşam yatmışam. Görüm mama durur ki durdu 9'a işləyirəm. 9'a işləmirəm ama 8'ə işləyir. Bir xəstə sən 9'a işləyir. Nətər durdum çıxdım. Cərimə gəldi mənə. 12 manat. İşte hələ ilk maaşımdan cərimələr geliyor arkadaşlar. Gəldiğim məkana. Çatdı, Klot kafeyə. Gedirəm, bana göstərəm. Mən baxandıracağım. Mədnə gildə burada oturmuşlar deyəsən. Bura siz necədir? Burada saatlandır. Normal gəlib restoranda kimi də otura bilərsiniz. Amma saatla gəldiyiniz desəz 1 saat 6 manat ödəyirsiniz və buradakı bütün yeməklər falan maya dəyərli olur. Təsəvvür edin 4 manata sezar, nə bilim 3-4 manata desertlər, soklar 1-2 manatdan başlayır. Kofe 71 qəpikdən başlayır. Və maraqlı bir necə deyim, interyer deyim, nə deyim. Nə deyirlər, maraqlı bir
İnteryeri var. İnteryeri yok. Konsepti var. Konsepti var. Aşamada. Maraqlı bir konsepti var. Yeməklər gəlsin, dadına falan baxaq. Buran mənə düzü qardaşımın baldızı önərmişdi. Çox bəyənmişdilər. Görək də bəyənəcəyiksə. İndi vlogumuza baxır. Hələ yükləməmişik də bunu. Siz bunları bizimlə baş verəksiniz. Belki bir 2 həftədən sonra ancaq çəkəcəksiniz. Maksimum bir həftə. Burada rayon vlogumuza baxır ki, nətərdir. Rəşid hədiyyəsini atsın görək. Aa, hediye var imiş. Özü bəyənib də yəni. Haberi yoxmuş gibi. İstəyir. Sən istəyir. Bəyəndin. Özün bəyənmişdin də çünki. Mübarək, sağlığına için. Pulunu kartıma atarsan. Əzilmə. Yeməklərimiz gəldi. Sezar. Çox qəşəngdir axı. Baget. Çörəyində. Ye, dadına baxaq birlikdə. Hər yer. Güzel video beğendim. Düzündə amma. Mutlusun. Onda 9. Mən də baxım dadına. Ana bak. Orada. Kızıl bağında çok bir şey geldi. Ben Mami kamerayı vereyim. O iddia davaya. Allah. Nerede kalsın? İzzet Ulan Mehmet beğendiği tercihinde. Saklamadım ama. Çox bəyəndim. Yok. Ayladım. Yeş. Geldim tezsenle. Yemek sipariş vereyim. Çünkü doymamışım. Gözlem gelsinler kastetler. Desert seçirik, amma bilmirik nə seçirik. Qiymətlərə baxın. Biz ikincidən alırıq tangerli. Alırıq nutellalı krep. Bir yana ondan veririz. Bir çay. Rəşdin ad gün tortu. Nutella da. Bilirsiniz də mən bişirəcəydim, mən bişirmişəm. Şirin. Nə var günündür? Yandır happy birthday. Happy birthday to you. Ver o mənə, sən çəkin. Gözdə. Çox oldu elə bir. Size sönmürdü o kadar. Getireyim. Al. Ben de gönder mesajımı açıp okuyayım. Bananı diyoruz hem canım aldı. Hem de bananlı da. Neyse. Like. Çıxdıq, bitdi, ad günü bitdi. Açlık tutar. Ama yok, her andan tutar. 10. yaşım ay gün. Her an düz benim ay günümü tutarmağına 3 saat yarım var. Gedirik şeyə, taksi vurmuşuq, taksi ilə bizə. Biraz da qaynanam Və günün sonu. Gəldik, çatdıq evə, taksidən düşəndə çəkmək yadımızdan çıxdı. Evə girəndən sonra istəyən yadımıza düşdü ki, Video çəkmək lazımdır. Düşər demiş, qapanışı eləmək yaddan çıxıb. Sağ olun, vlogumuzu izlədiyiniz üçün təşəkkürlər. Bəli.